Və həmçinin Şaban ayı barəsində bu bir növ Ramazana hazırlıqdır. Adam var deyir ki, mən Ramazanda başlayacağım. Oruçdur, Ramazanda tutacağım. Quran oxumaq, Ramazan Quran ayıdır, Quranı elə Ramazanda oxuyacağım. Xətm eləyəcəm, nə eləyəcəm, belə eləyəcəm, elə eləyəcəm, sədəqə verəcəm, nə eləyəcəm. Bunu insan buna müvəffəq olması üçün indidən başlamalıdır. İndidən başlamalıdır ki, özünü hazırlayasın, nəfsini ora hazırlayasın. Çünki indi eləməsən, Ramazanda çətin olacaq. Həqiqətən də belədir. Nəfsini hazırlamalısan, öyrəşdirməlisən. Qurana, zikrə, oruca. Ona görə bu aydan maksimal istifadə eləməyə çalışmaq lazımdır, istifadə eləyək. Oruçlardır, nafilə oruçlardır. Bacardığın qədər, nə qədər çox tuta bilirsən tut. Sadəcə axır günlər var ha, 2 gün qalmış Ramazana. 2 gün qalmış tutmağı, o ki tutmayıb ha əvvəl. Tutmayan adam. Deyir ki, mən Şaban ayının orucunu tutmaq istəyirəm. Başlayır nə vaxt? Şabanın 28-dən, 29-undan. Bu olmaz. Bunu Allah Resulü sallallahu aleyhi ve sellem qadağan edib. Çünki bir hədis-i şərifdə deyir ki, Ramazana 2 gün qalmış heç kəs oruç tutmasın. Ancaq istisna kimdir? Deyir, oruç tutan. Yəni əvvəldən tutub, bunun adətidir. 1-4 oruç tutur və ya hər aydan 3 gün oruç tutur. Adam oruç tutandır. Bu istisnadır. Amma oruç tutmayım, gəlim axır 2 gün qalmış, mən oruç tutum, yox. O Allah Resulü sallallahu aleyhi ve sellem bunu nəhy eləyib, qadağan eləyib.